uca Rəbbimizin mərhəməti o qədər genişdir ki, bəzən biz sərf etdiyimiz elə işlər var ki, o işlər zaman baxımından qısa olsa da, əhəmiyyətinə görə Allah onu uzun zamanlara bərabər tutur. Nə deməkdir bu? Məsələn, səhih hədislərə istinadən deyə bilərik ki, Peyğəmbər salavatullah buyurur ki, hər kəs bir saat elmlə məşğul olsa, 60 illik nafilə, müstəhəb ibadətdən üstündür onun üçün. Diqqət eləyin. Deməli, bəzən bizim ömrümüzü sərf etdiyimiz işin əhəmiyyəti o qədər zəruridir, o qədər uca Allahın, Peyğəmbərin, məsum əhl-i beytin nəzərində qiymətlidir ki, bir saat 60 illik ömrə bərabərdir. Hələ alimlərimizin bu hədisə verdikləri təhlil onu göstərir ki, Peyğəmbər salavatullah bu hədisdə 60 sözünü nisbi rəqəm mənasında işlədib. Nisbi rəqəm, yəni 59-60 deyil, 60 sayısız, hesabsız rəqəm. Bu Quranda da işlənib. Məsələn, münafiqlər üçün istəyirsən 70 dəfə istiğfar dilə. Bəzən bizim də aramızda işlədirik. İstəyirsən bu sözü 100 dəfə de. Məqsəd o 100 rəqəmi deyil. Yəni nə qədər deyirsən de. Sonsuza dəlalət eləyir. Deməli, əgər biz hədisi bəzi alimlərimizin də qənaətinə üstünlük versək, belə çıxır ki, elmlə bir saatlıq məşğuliyyət bütöv zamanlara dəyən bir ömürdür. Lap tutalım ilə 60-ı rəqəm mənasında götürək, yəni qeyri-nisbi rəqəm. Yenə də bir saat 60 illik ibadət mislində görün nə deməkdir.